Afaq xanım Məlikovadan, Azərbaycanın xalq artisti Afaq xanım Məlikovadan bayram təbrikini almaq istəyirik. Afaq xanım, bayramınız mübarək. Çok sağ olun, teşekkür ederim. Sizin xalqımıza təbrikinizi həm Bürc FM, həm də STV indi bütün dünyaya yayacaq. Ben bütün Müslüman halkını ve bütün Azerbaycan halkımızı tebrik ederim bu bayramla. Hamısına can sağlığı arzu ederim. Qoy ürəyində ne arzuları var, hamısı olsun. Hamısını öpürəm. Çox sağ olun. Bayram tədbirimiz isə davam edir, hörmətli tamaşaçılar. Biz Namiqlə bərabər bayramdan bütün görüntüləri və bütün olayları sizə canlı-canlı çatdıracağıq. Studiyalarımızın qonağı xalq artisti, sevimli xanəndəmiz Səkinə xanım İsmailova oldu. Səkinə xanım İsmailova, sizi bayramın münasibəti ürəkdən təbrik edirik və sizin ürək sözləriniz bayramlarla haqqında. Çox sağ olun. Mən də bütün sizin STV kanalının bütün kollektivini bu bayram münasibəti ilə təbrik edirəm. Bu kollektivə yeni uğurlar arzu edirəm və istəyirəm ki, Allah Taala bizim xalqımızın bugün kəsdiyi qurbanları qəbul eləsin inşallah və bütün xalqımıza əmin-amanlıq arzu edirəm və ruzi bərəkət süfrələrinin əsli olmasın, üzlərindən gülüş əsli olmasın və bu Zaman Yolu televiziyasına da yeni uğurlar arzu edirəm. Müqəddəs Qurban Bayramı münasibəti ilə müsəlman dünyasının qardaşlıq rəmzi olan Qurban Bayramı münasibəti ilə sənin qəlbdən təbrik edirik. Bürc FM ailəsinə də hər zaman beləcə mehriban və reytingdə birinci olmağı arzu edirik. Bir də arzu edirik ki, ömrünüzdəki bayramlar təqviminizdəki bayramlardan daha çox olsun. Allah sizə həmişə yardımcı olsun.